Şərtli işlər var yoldaşlar. Az şərtli işlərdən də bəhs etmək istəyirəmsə, qısa olaraq bəhs etmək istəyirəm. Çünki kifayət qədərdir. Onların hər bir detal haqqında məlumat versəm, videonun vaxtı gəlir özünə. Sonrasında direktor assistenti işi var 800 manat civarında. Sonra avtomobil satış və logistika əməliyyatları üzrə koordinatoru işi var. Çağrı mərkəzi işçiyə ehtiyacı var. Qeydiyyatçı kasser işi var. Rus dilini orta bilirsinizsə, bu adamlardadır. 45 yaşa qədər xanımlar üçündür. 600 manatlıq belə bir iş var. Çənin şəhər metrosu tərəfdə də resepsiyon işi var. Bu da təxminən 500 manat olmalıdır. Sonra audit üzrə təcrübə toplaya bilərsiniz. Sonra sabunçuda iş var, bu olsun 2 dənəsi var. Biri 700 manata müəqqəd üstə gəlib faizli olmalıdır, bonusda olmalıdır, daha dəqiq desək. Sonra orada ofis mentor işi də var. Sonra resepsiyon işi var, filtr eksə. Sonra əgər idarəetmə üzrə bilik və bacarıqlarınızı inkişaf elətdirmək istəyirsə, event manager üzrə təcrübəçi işi var. Sonra resepsiyon işi var başqa yerdə də. Məsələn, Raffle MTK-da. Koordinator işi var Suyumas şirkətində. Əməliyyatçı mühasib üzrə təcrübəçi işi var SM Consulting-də. Sonra kiçik audit işi var A şirkətlər qrupunda. Sonra bir marketdə iş var. Misal olsun, qiymət monitorinqi üzrə mütəxəssis işidir yoldaşlar. Baxın, bu işin vasitəsilə mən sizə bildirəcəm. Siz tuta biləcəksiniz, ümid edirəm ki, anlaya biləcəksiniz ki, bu işlər az şərtli işlər deyəndə nəzərdə tutulur. Misal üçün, bu iş 700 manatlıq bir işdir. İş təcrübəsi tələb olunmur. Sizdən tələblər budur ki, misal üçün, aktiv və hərəkətli iş rejiminə uyğun olun. Çünki sahə işidir yoldaşlar. Partnyor mağazaları ziyarət edəcəksiniz. Burada misal üçün fikir verdinizsə ciddi bir şəhəti yoxdur, amma 700 manat qazana bilirsiniz də. Digərlərində də misal üçün ola bilər ki, ofis proqramı tələb edir və s. Bu tip işlərlə də tanış olmaq istəyir və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsə, ümumiyyətlə iş tapma cəsədini çəkirsiniz, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsə, kanala daxil olun, Toxrulazivalda kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.